Bugün Azərbaycanda parlament seçkiləri keçirilir. Müxalifət hakim partiyanın qələbənin əldə edilməsi üçün saxtakarlıqlara əl atdığını bildirir. Müxalifət hakim Yeni Azərbaycan partiyasını demokratik azadlıqlara boğmaqda günahlandırır. Mərkəzi Seçki Komissiyası seçkilərin ədalətli keçirilməsi üçün ölçülər götürüldüyünü bildirib. ATƏT müşahidəçiləri seçicilərin qorxudulduğu və namizədlərin qeydiyyatdan keçirilmədiyinə dair şikayətlər aldığını deyir. Ölkədə 4.950.000 seçici var. Seçicilər 125 seçki dairəsi üzrə təşkil edilmiş 5314 seçki məntəqəsində səs verir. 1029-u beynəlxalq müşahidəçi olmaqla seçkiləri 48 mindən çox müşahidəçi monitorinq edir.